Salam uşaqlar. Deməli yeni videomuza iş dəftərimizdən sadə və mürəkkəb ədədlərin tapşırıqlarına baxmaqla davam edək. Sadə və mürəkkəb ədədlər səhifə 6, 7 və 8 hamısını yazmağa çalışacağıq. 16 dənə tapşırıqdır. Deməli nə deyir? Sadə və mürəkkəb ədədlərin izahını verdiyim üçün bunun üzərində çox getməyəcək. Birinci sualımızla başlayaq. Sadə ədədlərin altından deyir bir xətt çəkin. Mürəkkəb ədədlərin altından isə 2 xətt çəkin. 13 bilirik ki, sadədir. 14 mürəkkəbdir. 19 sadədir. 22 mürəkkəbdir. 23 sadədir. 35 mürəkkəbdir. 41 sadədir. 46 mürəkkəbdir. 53 sadədir. 54 mürəkkəbdir. 67 sadədir. 68 mürəkkəbdir. 71 sadə. 75 isə mürəkkəbdir. İkinci tapşırıq deyir, sadə ədədləri tap. 10 ilə 30 arasında olan sadə ədədləri yazmalıyıq. 11, 13, 17, 19, 23 və 29. B variantında deyir ki, 40 və 60 arasında olan sadə ədədləri tapın. 41, 43, 47, 53 və 59. 70 və 100 arasında olan sadə ədədləri yazaq. Üçüncü, boş xanalara uyğun 3 fərqli deyir sadə ədəd yazın. Yəni hər hansı bir sadədə kiçikdir ondan, kiçikdir ona 3 dənəsini yazmalıyıq. Yazarıq 5, 7 və 3. 5 kiçikdir hər hansı bir sadə ədəddən, o da kiçikdir 17-dən. Yaza bilərik 7, 5 7-dən kiçikdir. 7 də 17-dən kiçikdir. 13, 5 13-dən kiçikdir. 13 17-dən kiçikdir. Hamısı da sadə ədəddir. Eyni ilə burada da yazarıq 23, 31, 53. Bu işarə böyük, kiçik bərabərlik işarəsi o deməkdir ki, yəni bu həmin 43-ün özünü də götürə bilər. Yəni 43 kiçik bərabərdir 43. Bu deməkdir. Yəni 43 43-ə bərabərdir. Bu altından çəkilən xətti sanki bərabərlik kimi götürmək olar. O zaman yazarıq məsələn 31 ilə 43-ün özünü də yaza bilərik 41. Bir dənə bizim məqsədimiz ancaq sadə ədədlər olmasına diqqət yetirməkdir. Burada da eyni qayda ilə 47-ni də yaza bilərsiniz, 59-un özünü də yaza bilərsiniz. Çünki 59 kiçik bərabərdir 59-dan və 51. Sonra deyir, Rus riyaziyyatçısı Vinogradov 1937-ci ildə isbat etmişdir ki, 5-dən böyük istənilən tək ədədi 3 sadə ədədin cəmi şəklində göstərmək olar. Ədədləri sadə ədədlərin cəmi şəklində yazın. 7-ni məsələn biz yaza bilərik 2, 3, 2 kimi. Çoxunda bir ədəd, daha doğrusu bir rəqəm 2 dəfə təkrar olunur. Məsələn 17-də bu şəkildə yazarıq. 7, 3, 7 kimi. Məsələn 17-ni başqa cür 5, 7, 5 kimi yaz. 5 kimi də yaza bilərik. Məsələn 13, 2, 2 kimi də yazmaq olar. 11-i məsəl üçün yazarıq 2, 7, 2 kimi. 19-u 11, 5, 3 kimi. 11-in üstünə 5, 16, 16-nın üstünə 3, bəli. 19 elə bildim səhvdir. Sonra 13-ü daha doğrusu bu şəkildə 11, 7 və 5 bu şəkildə. 5-ci deyir ki, ədədləri 2 sadə ədədin hasili şəklində yazın. Bunu necə ki? Deyək ki, məsələn, ilk baxışdan biz tapa bilmiriksə, o zaman həmin ədədi, məsələn, sırası ilə götürüb sadə ədədləri bölərək tapa bilərsiniz ki, məsəl üçün, həmin ədəd sadə ədədi, məsələn 46 2-yə bölünür, bəli. 2-yə bölünürsə aldığım cavabda mı sadə ədəddirmi? Ona baxaraq da yazmaq olar. Deməli 46-nı yazaram 2 vurulsun 23 kimi. 87-ni yazaram 3 vurulsun 29 kimi. 95-i yazarıq 5 vurulsun 19 kimi. 169 13-ün kvadratı, yəni 13 vur 13-dür. 161 də 7 vurulsun 23-dür.
Ədədləri sadə vurğulara ayırın. Bunu da dərs izahında geniş şəkildə keçmişik. Ona görə cavabların yazaq. 2-yə bölündüyü üçün 15, 3-ə bölündüyü üçün 5, 5, 1. 54 2-yə bölündüyünə görə 27, 3, 9, 3-ə bölünür 3, 3, bu da 1. 78 2-yə bölünür 39, 39 3-ə bölünür 13, 13 də yalnız özünə və 1-ə bölündüyünə görə bu şəkildə yazılır. 98 2-yə 49, 7, 7-ni də 7-yə böldüyümüz zaman 1. 105 3-ə bölünür 35, 5-ə bölünür 7, 7, 1. 125 də 5-ə bölünür 25 alınır. Bunu da bu şəkildə yazırıq. Deyir ki, ədədlərin sadə vurğa ayrılışında boş yerlərə uyğun ədədləri yazın. 60-ı 2-yə böldüyümüz zaman 30 edir. 30-u 2-yə bölüb 15 yazıb. 15-i neçəyə bölüb ki 5 yazıb. 3-ə bölüb ki 5 yazıb. 5-i də 5-ə böləndə 1. Deməli, yuxarını da verib, verməyib daha doğrusu, ortada da verməyib. Amma burada verib. Biz baxmalıyıq ki, nəyi 2-yə böldüyüm zaman 20 alaram? Yəni 40-ı 2-yə böldüyüm zaman 20 alaram. Sonra yuxarı hissəsinə baxırıq. Biz nəyi 2-yə böldüyümüz zaman 40 alarıq? 80-i 2-yə böldüyümüz zaman 40 alarıq. 20-ni 2-yə böldüyümüz zaman 10 alarıq. 10-u 2-yə böldüyümüz zaman 5, 5-i də 5-ə böldüyümüz zaman 1 alarıq. Burada məsələn görürsən, heç bir ədədin özünü verməyib. Ancaq sadə vurğularını verib. Neyini yarıyıq? Sadə vurğuların hamısını bir-birinə vurarıq. Baxarıq ki, bu hansı ədəddir? Bunu da vurduğumuz zaman edir 90. Yəni 90-ı 2-yə böldüyümüz zaman edir 45. 45-i 3-ə böldüyümüz zaman 15. 15-i 3-ə böldüyümüz zaman 5 edir. 5-i də 5-ə böldüyümüz zaman 1 edir. Yenə burada bir hissəsini verib, bir hissəsini verməyib. Baxırıq ki, 35-i nəyə bölüb? 7, daha doğrusu nəyəsə böləndə hər hansı bir ədəd alır. Sonra həmin ədədi 7-yə bölüb 1 alır. Deməli 35-i 5-ə bölüb ki 7 alıb, 7-ni də 7-yə bölüb ki 1 alıb. Yenə yuxarı hissəsini tapmaqdan ötürü həmin bu ədədi sadə vurğuları götürün, vurun bir-birinə. Bu da edir 420. Olur 420. 420-ni 2-yə böldüyümüz zaman 210. 210-u 2-yə böldüyümüz zaman edir 105. Digəri də bu şəkildə yazılır. Ədədləri deyir vurğulara ayırmaqla boş xanaları doldur və verilmiş ədədin sadə vurğulara ayrılışın yaz. Baxın yenə 210-u görürsünüz 2-yə, yəni 2 vurulsun neçə 210 edir. Onu tapmaqdan ötürü nə edirik? 210-u biz 2-yə bölürük. Yəni 105 edir. Burada nə yazırıq? 2 vurulsun 105. 105-i yenə parçalayır. Görürsünüz, parçalama metodu kimi gedir də bu. 105-i yenə bax 3 vurulsun neçə kimi yazır. Yəni 105-i biz 3-ə bölməliyik. Alırıq 35. 3-ü 35-ə vurduğumuz zaman 105 edir. Yenə yazırıq 3 vurulsun 35. Yenə 35-i şaxələndirib. 35-i biz necə yazarıq? 5 vurulsun 7 kimi. Sonra həmin bu 210 ədədinin sadə vurğularını yazdığımız zaman 2 vurulsun 3, vurulsun 5, vurulsun 7. Həmişə bu hissələr götürülür axı. Sadə olanları. Aydın oldu bu şəkildə. Gəlin indi 1050-yə baxaq. Burada yazıb yenə 1050-ni, yəni 2 vurulsun neçə 1050 edir? Onu necə tapırıq? 1050-ni biz bölürük 2-yə. Böldüyümüz zaman edir 525. Yəni 2 vurulsun 525. Görürsünüz 2 sadə vuruq olduğuna görə həmin bu 2-ni şaxələndirmir. Görürsünüz 525-i şaxələndirir. Yenə yazıb 175 vurulsun nəsə. Yəni 525-i 170-ə bölürük. Alırıq ki 3 vurulsun 175, 525 edir. Yenə 3 vurulsun 175 olduğu kimi yazırıq. 175-i də biz parçalayırıq. Nəyə? Onsuz 35-in özü parçalayıb. 175-i 35-ə bölürük. Yəni 35 vurulsun 5 edir. Bax 5-i də buraya yazırıq. 35 də olduğu kimi qalır. 35-i də yenə necə yazırıq? 7 vurulsun 5 kimi. Sadə vurğularını yazdığımız zaman 2, 3, 5, 5, 7. Bu şəkildə alınır. Sonra yazıb 57 ədədləri ümumiyyətlə sadə vurğulara ayırın.
Burada kənarda ayıraq, sonra qarşısından yazaq. 57 3-ə bölündüyü üçün 19, 19-u 19-a böləndə 1. Yazaq 3 vurulsun 19. 91. 91-i 7-yə bölünəndə 13, 13 də 13-ə bölünəndə 1. 7 vurulsun 13. 104. 104'ü biz 2'ye böldüğümüz zaman 52, 2'ye bölündüğü zaman 26, 2'ye bölünen de 13, 13'ü de 13'e bölen de 1. 2 vurulsun, 2 vurulsun, 2 vurulsun 13. Sonra 150. 150'ni 2'ye bölende edəcək 75. 3'e böldüğümüz zaman 25, 5'e bölende 5, 5'e de bölende 1. Sadə vuruqların yazsaq bu şekilde alınır. Ve sonuncusu 220. Buradan yazaq. 220'ni 2'ye bölende 110. 110'u 2'ye bölende 55. 55 5'e bölünür 11. 11 de 11'e 1. Sadə vuruqlarını da getirib yerinə yazaq. Bu şekilde tamamlansın. Sonra onda ne deyir? Deyir ədədi sadə vuruqlara ayrılışından istifadə edərək onun bütün bölənlərini tapın. Yəni birinci biz ədədi tapmalıyıq. 7 vurulsun 7 nə deməkdir? 7 vur 7 bərabər 49 deməkdir də. Yəni biz 49'un sadə, daha doğrusu bölənlərin yazmalıyıq. Yazırıq bölənləri, bax bu şəkildə yazaq. 1-dir, 7-dir və 49'dur. 3 vurulsun 5 neçədir? 15. 15'in sadə daha doğrusu bölənləri, sadə bölən yox, bölənləri. 1, 3, 5 və 15. 2 vurulsun 5, vurulsun 13. Edir 130. 130'un sadə bölənləri. Böləni də necə tapırdıq? Onu bütün demək olar ki, belə misalların hamısında qeyd etmişəm. Ona görə yenidən demirəm, videolara baxaraq məlumatlana bilərsiniz. 3 vurulsun 5, vurulsun 5 edir 75. 75'in sadə vuruqları 1, 3, 5, 15, 25 və 75. 3 vurulsun 5, vurulsun 7 edir 105. 105'in sadə vuruqları 1, 3, 5, 7, 15, 21, 35 və 105. 3 vurulsun bu şekilde 3 vurulsun 3 vurulsun 3 edir 27. 27'nin sadə vuruqları 1, 3, 9 və 27. Sonra 11. Deyir ədədi əlverişli üsulla sadə vuruqları ayırın. Bu yuxarıdakı 8-ci tapşırıq kimidir. Bax 180'i parçalayıb. Yəni 18 vurulsun. Bax elə yazmalıyıq ki, hə. Bax bu hissə ilə bu hissəni bir-birinə vurduğumuz zaman yuxarı alınmalıdır. Biz buradakini elə parçalamalıyıq ki, hər ikisini bir-birinə vurduğumuz zaman bu yuxarıdakı cavabı almalıyıq. Yəni 180'i 18'e böldük, onu aldıq. Biz onu necə parçalaya bilərik sadə? Ədəd kimi 2 vurulsun 5 kimi yaza bilərəm də. 18'i necə yazaram? 18'i yazaram 2 vurulsun 9 kimi. 9 görürəm ki, mürəkkəbdir. Mən bunu sadələşdirməliyəm. 9'u necə yazaram? 3 vurulsun 3 kimi. Sadə vuruğu da bu şəkildə yazılır. Sonra 350'ni verir. 350'ni biz necə yazarıq? Yazaq 35 vurulsun 10 kimi. 35'i 5 vur 7 kimi. Onu da 2 vur 5 kimi. 2, 5, 5, 7 də bunun sadə vuruqlarıdır. 12-ci tapşırıq deyir ki, ədədləri əlverişli üsulla sadə vuruqları ayır və qüvvətlərin hasili kimi yazın. Birinci bunların hamısını burada yazım. Sadə vuruqların buraya yazacağım. Sonra əlverişli üsulu sizə bu dəftərdə göstərəcəm. Çünki burada çatmayacaq. Məsələn 220'ni yazaq. Elə sırayla yazıb burada göstərək. Yazaq 220. Daha doğrusu biraz ortadan yazaq. 220'ni necə yazaram mən? Yazaram 22 vurulsun 10 kimi. 22'ni necə yazaram? 2 vurulsun 11 kimi. Onu necə parçalayaram? 2 vurulsun 5 kimi. İndi bunun sadə vuruqları bu şəkildədir. Sonra da deyir ki, qüvvətlərin
hasili kimi yazın. Qüvvətlərin hasili kimi necə yazırdıq? 2-dən neçədə nədir? 2-nin kvadratı vurulsun 11 üstü 1, vurulsun 5 üstü 1. Eyni şeydir də 2-nin kvadratını açıq şəkildə yazsam, yenə 2 vurulsun 2, vurulsun 11, vurulsun 5 yazacağım. Bu şəkildə. Sonra 225. 225-i necə yazarıq? Məsələn, yazarıq 25 vurulsun 9 kimi. 225'i yazıq 25 vur 9. 25'i necə yazaram? 5 vurulsun 5 kimi. 9'u da yazaram 3 vurulsun 3 kimi. İndi sadə vurğuların yazdığımız zaman 3 vurulsun 5 vurulsun 5. Yəni 3'ün kvadratı vurulsun 5'in kvadratı. Bu şəkildə. Sonra 320. Yazaram 64 vurulsun 5 kimi. 64'ü necə yazarıq? 8 vur 8 kimi. 8'i necə yazarıq? 2 vurulsun 4 kimi. 4'ü necə yazaram? 2 vurulsun 2 kimi. Yenə 8'i necə yazdıq? 2 vur 4. 4'ü necə yazdıq? 2 vur 2. Sadə vurğularında buradan elə götürüb yazmaq olar. 1, 2, 3, 4, 5, 6. 6 dənə 2'dir. 2, 3, 4, 5, 6. Bir də vurulsun 5. Bu necə yazarıq? 2 üstündə 6 vurulsun 5 üstündə 1 kimi. Sonra 400. Deməli, 400'ü necə yazarıq? 16 vurulsun 25 kimi yazmaq olar. 16'nı necə yazaram? 4 vur 4 kimi. 4'ləri necə yazaram? 2 vur 2, 2 vur 2. 5 vur 5 kimi. 1, 2, 3, 4, 2 dənə də 5. Yəni 2 üstündə 4 vurulsun 5'in kvadratı. Növbəti 520. 520'ni yazaram. 8 vurulsun 65 kimi. 4 vurulsun 2. 4'ü de 2 vurulsun 2 kimi yazarıq. 65'i de 3 vurulsun. Daha doğrusu 13 vurulsun 5 kimi yazmaq olar. Sonra sadə vurğularını yazaq. İkinin kubu vurulsun 5 üstü 1 vurulsun 13 üstü 1. Sonra 840. 840'ı yazarıq. Biz 105 vur 8 kimi. 8 ayıraq 4, 2, 2, 2. 105'de 3 vurulsun 35. 5 vurulsun 7. Deməli 840'ın 3 dənə 2'dir. 3, 5, 7. Yəni 2'nin kubu 3 üstü 1, 5 üstü 1, 7 üstü 1. Və sonuncu 900. 900'də biz yazarıq. 36 vurulsun 25 kimi. 5 ilə 5'e gedir. 36 necə olacaq? 4 vurulsun 9, 4'lər 2, 2, 9 da 3, 3. Sadə vurğularda 2 vur 2, 3 vur 3, 5 vur 5. Bu şəkildə belə göstərim. Qüvvət şəklində yazanda 2'nin kvadratı, 3'ün kvadratı, 5'in kvadratı. Bu şaxələnməndə videoda, bundan əvvəlki videolarda mürəkkəb ədədlərin sadə vurğulara ayrılışı dərsində geniş izah vermişəm. Ona görə bir də yazmadım. Belə, yenə də başa düşməsəz, yorumlar hissəsinə yazarsınız, əlavə güvənin tapşırıqlarını çəkəndə qeyd edərik. Deməli, nə deyir 13? Deyir, sadə vurğulara ayırmaqla verilmiş hasillərin neçə sıfırla qurtardığını tapın. 8 vurulsun 15.
8-i 15'ə vurduğumuz zaman məsələn 120 edir. 8-i 15'ə vuraq, alaq 120. Bunu yazdıq. İndi mən sizə 120'nin sadə vurğulara ayıracağım. Bax, bu nə demək istəyir yəni? 120'ni gəlin sadə vurğulara ayıraq. 2'yə böləndə 60, 2'yə böləndə 30, 2'yə böləndə 15, 3'ə böləndə 5, 5'ə böləndə 1. Bax, burada nə qədər 2 vurulsun 5 vurğu var? Bir dənədir də, bax, 2 vurulsun 5. Bu eləmir 10. Onda nə qədər 0 var? Bir dənə 0 yoxdur. Həqiqətən də elə 120'də bir dənə 0 var da. Bu deməkdir. Yəni, sadə vurğuların yazsam. Yəni, 120 bir sıfırdır. Neçə sıfırla deyil qutarır? Bir sıfırla qutarır. Gəlin keçək 24 vur 25'ə. 24'ü 25'ə vurduğumuz zaman 600 edir. Sadə vurğulara ayıraq yenə 600'ü. 600'ü 2'ye böldüğümüz zaman 300, 300'ü 2'ye 150. 150'ni 2'ye böldüğümüz zaman 75, 3'e böldüğümüz zaman 25, 5'e böldüğümüz zaman 5, 5, bu da 1. Gəlin baxaq görə, burada nə qədər 2 vur 5 var? Bax, 2, götürdüyümüzlə xət çəkirəm ki, çaşmayaq. Vurulsun 5, bir dənə 10 var. Sonra 2 vurulsun, bir dənə də 5 var. Yəni 10 vurulsun 10, 100 etmir. 2 dənə 0 yoxdur. 600'də də 2 dənə 0 var. Deməli, doğru tapmışıq. Sadə vurğularını yazaq. Yəni 600 2 sıfırla bitir. Sonra 64 vur 125 8000 edir. Gəl 8000'i sadə vurğulara ayıraq. 8000 2'ye böləndə 4000. 4000 2'ye böləndə 2000. 2000 2'ye böləndə 1000. 1000 2'ye böləndə 500. 500 2'ye böləndə 250. 250'ni 2'ye böləndə 125. 5'e böləndə 25. 5'e böləndə 5. 5, bu da 1. Gəl yenə baxaq. 2 vur 5. Bir dənə 10 aldıq. 2 vur 5. Bir dənə də 10 aldıq. 2 vur 5, bir dənə də 10 aldıq. Bunların da hər birini bir-birinə vurduğumuz zaman nə edir? 1000 etmir. 1000'də 3 dənə 0 yoxdur. 8000'də də 3 dənə 0 var da. Bu onu deyir. Sadə vurğularını yazaq. Buradan yazaq 8000 3 sıfırla bitir. Belə. 14. Bir Lalə 77 stikeri sinif yoldaşları arasında bərabər paylamaq istədi. O stikerləri ən çoxu neçə yoldaş arasında bərabər paylaya bilər? Daha 4 dostunun hər birinə eyni sayda stiker bağışlamaq üçün Laləyə əlavə nə qədər stiker lazımdır? Birinci gəlin biz 77'ni sadə vurğulara ayıraq. İndi deyəcəm niyə? Görünələ rahat görsənəcək. Bizə demir o stikerlər ən çoxu neçə dənə yoldaşının arasında bölüşə bilər. Ən çoxu 11 nəfərin arasında. 11 yoldaşa nə qədər stiker verər? 7 dənə stiker verər. Çünki 11'i 7'yə vurduğumuz zaman ümumi 77 eləsin. Sonra deyir ki, daha 4 dostunun hər birinə eyni sayda stiker vermək istəyir. 4 dostunun hər birinə eyni sayda vermək istəyirsə, 4 vurulsun 7. 28 dənə əlavə stiker lazımdır. Aydın oldu. 4 vur 7, 28 dənə, yəni əlavə stikeri də lazımdır. Bu da bu şəkildə. Biz yəni burada olacaq 15 dənə yoldaş. Məsələn, ümumidə 105 dənə stiker olacaq. 77'nin üstünə 28 gəlir, çünki 105 edir. Başa düşdünüz? Amma bizdən soruşur ki, nə qədər stiker əlavə lazımdır? 28 dənə. Ən çox 11 yoldaşına 7 dənə stiker bağışlayar. Sonra
Deyir, texnologiya dərsində şagirdlər eyni uzunluqlu məftildən üçbucaq düzəltdilər. Samirin düzəltdiyi üçbucağın tərəflərinin uzunluğunu santimetrlə ölçdükdə 3 ardıcıl tək və sadə ədədə bərabər olar. Gəl yazaq hələ bunu. Samir 3 götürər, 5 götürər və 7 götürər. Üçbucağın 3 ardıcı tək və sadə ədəd yazdıq. Elxan bu məftildən bərabər tərəfli üçbucaq düzəltdi. Məftilin uzunluğu neçə santimetrdir? Üçbucaq tərəflərini tapın. Biz tapdıq ki, Samirin düzəltdiyi üçbucağın ümumi uzunluğu 15-dir. Santimetrlə verir, yoxsa necə? Hə, santimetr. 15 santimetrdir. Sonra deyir ki, bu çünki bərabər üçbucağın tərəfləri bu müxtəlif oldu. Müxtəlif olanda bunları hamısını toplayırıq. Amma deyir ki, Elxan bu məftildən bərabər tərəflidirsə, bunun bütün tərəfləri bir-birinə bərabər olmalıdır. Yəni, Elxanda 15 bölünsün 3 bərabərdir 5 santimetrdir. Elxanın düzəltdiyi üçbucağın tərəflərinin uzunluğu 5 santimetrdir. Samirin düzəltdiyi isə 15 santimetrdir. Bu şəkildə yazılır. Və sonuncu misalımız. Düzbucaqlı formasında iki xalçanın sahələri fərqi 9 metr kvadratıdır. Hər iki xalçanın tərəfləri metrlə verilən müxtəlif sadə ədədlərlə ifadə olunur. Kiçik xalçanın sahəsi belə xalçalar arasında ən kiçik cüt ədəddir. Bərabər olarsa, hər iki xalçanın tərəflərini tapın, xalçaların perimetrlər nə qədərdir? Gəlin birinci deyir ki, iki xalçanın sahələri fərqi. Yəni, S2 çıxılsın S1 bərabərdir 9 metrin kvadratı. Bunu bizə verir. Sonra deyir ki, kiçik xalçanın sahəsi. Yəni, kiçik xalçamız S1 deyək də, böyüyə də S2 deyəcək. Kiçik xalçanın sahəsi belə xalçalar arasında ən kiçik cüt ədədə bərabər olarsa. Çünki sonra deyir, sadə ədədlərlə ifadə olunur, baxın. Hər iki xalçanın tərəfləri. 2 vurulsun 3 yazaram da. 6 eləyər. Ən kiçik cüt ədədə bərabər olarsa, hər iki xalçanın tərəflərini tap. Xalçaların perimetrləri nə qədərdir? Bunu tapdıq ki, S1 tapdıq ki, 6 metr kvadratıdır. Buradan S2-ni necə taparam? S2 çıxılsın 6 bərabərdir 9-a. S2-ni necə taparam buradan? 9-un üstünə gələrik 6-nı. Yəni, S2 bərabərdir 15 metrin kvadratına. S2 də deməli nədir? 3 vurulsun 5-dir də. Sadə soruşuruq bizdən ancaq. Metrin kvadratı. Deməli, bizim tərəflərimiz nədir? Biri 2-dir. Daha doğrusu, birində 3 ilə 5-dir, birində 2 ilə 3-dir. Bunların da perimetrlərini tapdığımız zaman A üstə gələk, B kimi götürsək, 2 vurulsun. Bir dəfə 2 üstə gələk, 3. Bu eləyəcək 5, 5-i 2-yə vurduğumuz zaman 10. Digərində yazsaq 2 vurulsun, 3 üstə gələk 5 kimi. 3-ün üstünə 5 gələndə 8, 8-i də 2-yə vuranda 16 metr edir. Bu da bu şəkildə. Bu mövzumuz da burada yekunlaşdı. Fikirlərinizi bildirməyi unutmayın. Yeni videolarda görüşmək ümidi ilə.